Salam xanımlar, xoş gördük sizləri. Bugün mən sizə belə pufi ipdən belə ilmələrləndir, hazır ilmələrləndir. Toxuma qabiliyyəti olmayan hər bir şəxs də bundan toxuya bilər. Hər bir xanım bundan toxuya bilər. Deməli, mənim toxuduğum naxış belə. Bu naxışla toxumuşam, belə naxış toxumuşam. İstədiyiniz formada toxuya bilərsiniz. Mən bu ölçüyə uyğun olaraq 6 ipdən istifadə etmişəm. 7-ci ipdən çox az kənarlarını toxumaq üçün istifadə elədim. Deməli, belə hazır ilmələrlə olan ipdir. Heç bir mildən, milçədən istifadə etmirik bunun üçün. Deməli, mənim toxuduğum adyalın ölçüləri, deməli, eni 80'dir, 80 santı, boyu isə boyu isə 1.10'dur. 1 metr 10 santı. Deməli, mən toxuduğumdan kiçik də toxuya bilərsiniz. Bunu mən deməli 42 ilmədən də toxuya bilərsiniz. Bunun böyüklüyünə uyğun 50 ilmədən toxumuşam mən bunu. 50 ilmədən boynu da bu eni 50 ilmədəndir. Başlayır. Boynu da istədiyiniz hündürlükdə, istədiyiniz qədər toxuya bilərsiniz. Belə. İndi də keçək bu gözəl adyalın toxunuşuna. Birlikdə toxuyaq. Əgər bəyənirsinizsə, kanalıma abunə olmağı, bəyənməyi unutmayın. Birlikdə başlayaq toxumağa. Buyurun. Deməli xanımlar, uşaq adyalı üçün biz bu ipdən, hazır ilmələrdən 50 ilmə sayırıq. Mənim toxuyacağım adyal üçün 50 ilmək sayıram. 50 ilməni də çalışın ki, bunun əgər burada yoxdursa, bunun bu hissəsini orta hissədən belə iplər var. Buradan belə kəsirik. Belə olsun. Birinin arasını kəsin, ya birinin ya ikisinin tərəfdə kənarda qalsın. Daha sonra 50 ilmə sayırıq. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24, 26, 28, 30, 32, 42, 4. Deməli 50 ilmə. 50 ilmə saydıq və bu formada burada bir işarələyirik. Əgər sizdə belə işarələmək üçün nəsə yoxdursa, iplə də bağlaya bilərsiniz. Problem deyil. Əsas odur ki, bu işarə olsun. Bu formada eləyirik. Deməli, ilk öncə bunun kənar hissəsi səliqəli alınmaq üçün başlamadan öncə bunları formada bir-birinin içindən keçiririk. Sonuncu burada başda olanı içindən bu formada bunu keçirdirik. Sonra belə bu formada.
Bunun əvvəlkini onun içindən keçirdirik bu formada. Bundan əvvəlkini keçirdirik bunun içindən. Bir daha göstərirəm. Bundan əvvəlkini bunun içindən keçirdirik. Çalışın arada ilmələr qalmasın. Bu formada bütün barmaqla sona kadar formada keçirdirik. Bu formada sona kadar ilmələri keçirdək. 50 ilməni, ondan sonra davam edək. Xanımlar, sona kadar çəkdik bu formada. Deməli, indi ipimizi bu tərəfə keçirdirik. Bu sonuncudur. Bu sonuncudur. İndi bunların hər birinin içindən ilmək çıxardırım. Deməli, sonuncunun içindən birini çıxardıram. Sonuncunun içindən çıxartdım. Daha sonra deməli bunun o içəri tərəfdə olan tərəfindən bu formada çıxardıram. Hər birinin içindən bir ilmə çıxardıram. Bu formada çıxartdım. Daha sonra növbəti diqqət eləyin ki, sırayla arada qalmasın. Hər birinin içindən bir dənə bu formada. Deməli, bunun iki qanadı var. Alt qanad, üst qanad. Biz üst qanadından, içəri tərəf olan qanadından çıxardırıq. Bu formada hər birinin içindən bir dənə. Beləliklə 50 ilmənin hər birinin içindən formada bir dənə çıxardırıq. Sona qədər çıxardıq bu formada. Bu formada sona kadar çıxardıq. Sonda görüşək. Deməli, xanımlar, 50 ilməni çıxartdım. Çıxartdıktan sonra bir də ilmələrin sayını sayın ki, sonra bunun naxışları qoyanda problem yaranmasın. Mən 50 ilmənin üstündə sizə göstərdim. Mənim göstərdiyim ölçüyə uyğun 50 ilməli. Deməli, bu əslində bu naxış 48 ilmə ilə götürülür. Hər iki kənardan bir ilmə bu formada düz toxunur. Bu formada. Siz əgər mənim toxuduğumdan daha böyük toxusanız, deməli 4-4 bu artırırsınız bunu. Bu naxışların sayını 4-4 artıra gelirsiniz. Və yaxud da daha kiçik istəsəniz 4 ilmə azaldırsınız. Bu formada. Deməli, bir kənardan çıxartdım. Bu ilməni bu ilmənin üstünə qoyuram. Bu formada sırada gələn ilməni bunun içindən, üstdəkinin içindən çıxartdım. Daha sonra bu altdakinin içindən çıxardıram.
formada. Belə elədim. İndi tam əksini eləyirəm. Bunu içindən, altına. İndi altdakının, birinci altdakının içindən çıxardıram. Daha sonra üsttəkinin içindən çıxardıram. Bu formada. Hər biri bir-birinin təkrarıdır. Daha sonra bir daha eyni şeyi təkrar edirik. Bir neçəsini mən sizə təkrar göstərəcəm. Sizin üçün qaranlıq heç bir şey olmasın. Daha sonra bir daha bir-birinin üstünə qoyuruq. Sırada gələn ilmələri elə eləyin ki, arada ilmə qalmasın. İlk öncə üsttəkinin içindən çıxardıram bu formada. Daha sonra alttaki ilmənin içindən çıxardıram. Bunu bu tərəfə toxudum. İndi bu tərəfə toxuyuram. Bunu bu tərəfə eləyirəm. İndi sırada nədir? Sırada əvvəl alttakinin içindən çıxardıram. Daha sonra üsttəkinin içindən çıxardıram. Bu formada. Belə. İndi bunu bu tərəfə elədiyimiz üçün sırada budur. Öncə bu formada belə eləyirik. Öncə üsttəkinin içindən çıxardıram. Daha sonra alttakinin içindən çıxardıram. Bu formada sona qədər gedirik. Deməli bir daha başa salım. İlk öncə başdakını bu formada qoyuruq üst-üstə. Əvvəl bunun içindən çıxardırıq. Daha sonra bunun. Daha sonra bunu elədikdən sonra indi tam əksinə bu formada eləyirik. Əvvəl bunun içindən çıxardırıq, sonra bunun. İndi bir daha mən sizə izah eləyim. Bu tərəfə elədik. İndi sırada bu tərəfdir. Bunu qoyuruq bunun üstünə. Öncə alttakinin içindən çıxardırıq. Daha sonra üsttəkinin içindən çıxardırıq. Daha sonra sırada gəlir. Bu tərəfə getdi. İndi bu tərəfə eləyirik. Çalışın ki, naxışın düzgün alınmaq üçün sıralamanı itirməyin. Hər dəfə baxın, görün düz eləmisinizmi? Məsələn, əvvəl bu tərəfə, sonra bu tərəfə. Daha sonra bu tərəfə, bu tərəfə. Bu tərəfə, bu tərəfə. İndi bu tərəfə eləyirik. Eyni şeyləri ta ki sona qədər eləyirik, bir dənəsi qalana qədər. Bu bir dənəni hər iki kənardan bir dənəni düz toxuyuruq. Sona qədər bu formada toxuyuruq. Bu formada. Sona qədər toxuyub gedək. Sonda bir də təkrarən göstərim. Xanımlar, toxuyaraq sona gəldim. Bu tərəfə toxudum. Sonuncunu bu formada bunun üstünə qoyuram. Bu formada öncə alttakindən çıxardıram. Daha sonra üsttekindən çıxardıram. Bu formada bitirdik və ən sonda kənarda biri qalır. Bu kənardakını düz keçirdirik. Bu formada düz keçirdirik. Hər iki kənarı düz keçirdirik bu formada. Və gördüyünüz kimi naxış formalaşmağa başlayır. Biraz toxuduqdan sonra daha yaxşı görünəcək. Mən bu çox böyük olduğuna görə, bu ölçü sığmadığına görə mən indi çalışacağım ki, kənardan görsədim. Onda daha yaxşı aydın olar. Bu sıranı bitirdikdən sonra bir daha kənardakının içindən birini çıxardıram. Bu formada.
Deməli, ipimizi keçirdirik bu tərəfə. Deməli, buradan sonra bu sıranı dümdüz gedirik. Hər birinin içindən bir dənə çıxardırıq. Gördüyünüz kimi hər birinin içindən sırayla çalışın ki, bu ilmələr arada qalmasın. Toxuduqca arxasına baxın ki, arada ilmələr qalmasın. Sırayla hər birinin içindən dümdüz, düz formada. Bu formada hər birinin içindən bu formada bir dənə keçirdirik. Heç bir dəyişiklik olmadan bu 50 ilmənin içindən hər birindən bir dənə. Çalışın ki, düz olsun, vurulmasın. Düz formada. Tam belə sona qədər belə gedirik. Ta sona qədər belə hər birinin içindən bir dənə çıxardaraq gedirik. Bu formada. Sona qədər belə çıxardım. Bu çox sadədir. Buna hiçbir şey göstərməyə ehtiyac yoxdur. Bu formada. İlmənin birini çıxardırıq. Parmağımızla salırıq bura. Bu formada. Saldıq. Çıxardırıq. Saldıq. Çıxardırıq. Bu formada. Formada sona qədər 50 ilmənin hamısının içindən bir dənə çıxardaq. Bura qədər daha sonra davam eləyək. Xanımlar, sona qədər toxuduq gəldik bu formada. Bu sırada hər birinin içindən bir ilmə çıxartdıq düz formada. Heç bir naxış qoymadan. İndi gəldik bura sona çatdıq. Sonda bir daha deməli, kənardakı həmişəki kimi bir dənə çıxardırıq, düz, kənarını düz çıxardırıq. Bu formada. İndi birinci sırada toxuduğumuz naxışı təkrar eləyirik. Eyni təkrar, heç bir dəyişiklik olmur. Bir daha deməli, bu ilməni qoyuruq bunun üstünə. Bir daha sizə göstərirəm ki, aydın olsun. Deməli, kənarı düz toxuyuruq. Bu ilməni qoyuruq bunun üstünə. Əvvəl üstəkinin içindən çıxardırıq. Daha sonra alttakinin içindən. Deməli, sağa, sola. İndi bunu tam əksini eləyirik. Deməli, bunu bu tərəfə, bunu bu tərəfə. İndi əvvəl altdakindən çıxardırıq. Alttakinin içindən çıxardırıq. Daha sonra üsttekinin içindən çıxardırıq. Bu formada. Bir daha eyni şeyi təkrar göstərirəm. Bu naxışlar eyni təkrardır. Bu formada keçirirəm üst-üstə. Sırada gələn ilməni çalışın ki, kənarda ilmə qalmasın. Sırada gələn ilməni deməli, burada əvvəl üstəkinin içindən çıxardırıq. Sırada gələn ilməni alttakinin içindən çıxardırıq. Bu formada. İndi əksinə. Deməli, qoyuruq belə üst-üstə. Sırada gələn ilməni əvvəl alttakinin içindən çıxardırıq. Daha sonrakini üsttekinin içindən çıxardırıq. Bu formada. İndi bir daha sizə göstərim. Daha sonra siz davam eləyin. Bu formada bax, lap başda olduğu kimi qoyuram. Bu ikisini qoyuram bir-birinin üstünə. Biri üstdədir, biri altda. Sırada gələn ilməni
Sırada gələn ilməni üstdəkinin içindən çıxardıram. Altdakı əlimlə saxlamışam. Bunun da içindən bunu çıxardıram. Bu formada. İndi bu formada elədim. İndi bunun əksini eləyirəm. Bunu bu tərəfə eləyirəm. Bu tərəfə elədim. İndi bu tərəfə eləyirəm. İndi sırada gələn ilməni əvvəl altdakının içindən çıxardıram. Daha sonrakını üstdəkinin içindən çıxardıram. Bu formada. Naxışımız bu formada alınır. Əvvəl üstə, əvvəl sağa, sonra sola. Əvvəl sağa, sonra sola. Əvvəl sağa, daha sonra sola. İndi bir daha sola toxuduq, indi bir daha növbədə sağdır. Sağa qoyuruq. Deməli, əvvəl üstdəkinin içindən, sağdakının içindən çıxardırıq. Daha sonra soldakını. Bu formada elədik. İndi tam əksinə eləyirik. Bunu bunun üstünə qoyuruq. Qoyduq. Deməli, əvvəl altdakının içindən çıxardırıq. Daha sonra üstdəkinin içindən çıxardırıq. Bu formada. Hər dəfə də toxuyanda çevirin, baxın. Arada ilmə qalırsa onu nə qədər tez bilsəniz, o qədər sizin üçün çox sökmədən rahatlıqla eləyə bilərsiniz. Bu formada. Sağa, sola. İndi bir daha sağa eləyirəm. Təkrar göstərirəm ki, sizin üçün qaranlıq heç bir şey qalmasın. Deməli, sola elədik. İndi sağa eləyirəm. Bir də ilmələri tutanda diqqətli olun ki, vurulmasın. Olduğu kimi qalsın. Bu formada. Sırada gələn ilməni əvvəl üstdəkinin içindən çıxartdım. Daha sonra altdakinin içindən çıxartdım. Gördüyünüz kimi. İndi tam əksini eləyirəm bu formada. Əvvəl altdakinin içindən çıxardıram. Daha sonra üstdəkinin içindən çıxardıram. Deməli, bu formada. Deməli, sağa tərəf eləyəndə əvvəl üstdəkinin içindən çıxardırsan, sonra altdakinin içindən çıxardırsan. Amma sola tərəf eləyəndə əvvəl altdakinin içindən çıxardırsan, daha sonra üstdəkinin içindən. Bu formada. Bu formada eləyirik. Bunun əvvəl üstündən çıxardıram, daha sonra altdakindən çıxardıram. Bu formanı eləyəndə əvvəl altdakindən çıxardıram, daha sonra üstdəkindən çıxardıram. Sırayla toxuyuruq. Bu formada çalışdım ki, sizə tam şəkildə izah edeyim. Bir daha əvvəl üstdəkindən çıxardıram, daha sonra altdakindən birini çıxardıram. Növbədə gələn ilməni sizə göstərim. Bir daha. Deməli, sırada gələn ilməmiz budur. Bunu çıxardıram üstdəkindən. Sırada gələn ilməni çıxardıram altdakindən. Gördüyünüz kimi. İndi bu tərəfə eləyirik, sola tərəfə eləyirik. İndi sırada altdakindən çıxardıram. Daha sonra üstdəkindən çıxardıram. Bu formada sona qədər gedirik. Daha sonra deməli bu tərəfə toxuyanda naxış qoyuruq. Amma geri qaydanda hər birinin içindən bir ilmə çıxardırıq. Bu sıralar istədiyiniz böyüklüyə çatana qədər bu formada davam edir. Deməli, əvvəl buradan gedəndə, sağdan gedəndə naxış qoyuram.
Soldan gələndə hər bir ilmənin içindən bir dənə çıxardaraq düz gəlirəm. Sağdan sola gedəndə naxış qoyuram. Soldan sağa gələndə hər birinin içindən bir ilmə çıxardıram. Bu formada toxuyacağınız böyüklüyə qədər eyni ilə bu formada davam edirik. Sadəcə olaraq hər iki kənarda, bu kənarda da, bu kənarda da hər birinin içindən bir dənə çıxartmaqla hər iki kənar düz gedir. Hər birinin içindən, buradan da iki kənarlardan düz gedirik. Qalan arada naxış qoyuruq. Deməli, sağdan sola gedəndə naxış qoyuruq, soldan sağa gələndə hər bir ilmənin içindən bir ədəd ilmə çıxardırıq. Bu formada istədiyimiz böyüklüyə çatana qədər toxuyuruq, daha sonra birlikdə sonunu birlikdə toxuyaq. Deməli, xanımlar, yetəri qədər mən toxudum. Ən sonda ölçülərini tam şəkildə sizə verəcəm. İstəsəniz bu formada deməli toxunuşu, naxışı toxuduqdan sonra sağa doğru gəldik ən sonunda. Sağa gəlib bura çatandan sonra bu hissəyə çatanda bu hissəyə deməli göstərdiyim kimi belə tamamlayırıq. Bu formada bu sonuncudur. Burada axırı. Deməli bunu mən kəsirəm, çıxardıram. Bu qalır burada. Deməli, bu formada sonuncunun içindən əvvəlkini, ondan əvvəlkini çıxardırsam, bu formada sona qədər bu formada bir-birinin içindən çıxartmaqla bunun başına bağlayırıq bu formada. Bu formada. Bir daha göstərim. Deməli, hər birinin içindən axıra qədər çıxdıq, gəldik, sona çatdıq. Daha sonra sonuncunu əlimizdə saxlayırıq və bu formada ondan əvvəlkini onun içindən çıxardırıq. Daha sonra bunun içindən bunu saldıq, bu formada çıxardırıq, saldıq, çıxardırıq, saldıq. Sona qədər bu sıranın başına qədər bu formada gedirik. Əgər siz istəsəniz bu formada da saxlaya bilərsiniz. Əgər kənarlarının daha da yaxşı qalmağını istəyirsinizsə, indi mən göstərəcəyim şəkildə də davam elətdirib kənarlarını gözəl formada düzəldə bilərsiniz. Bu formada da qəşəng qalır. Kənarları, hər tərəfi sizin istəyinizdən asılıdır. İstəsəniz bu formada da saxlaya bilərsiniz. Bir başqa formasını da göstərəcəm. İstəsəniz o formada da eləyə bilərsiniz. Davam elətdirib kənarlarını düzəldə bilərsiniz. Bu formada sona qədər gedib bu sıranın başına qədər gedirik. Bir də bunu toxuduğunuz zaman çalışın ki, hər sıranın sonunda belə arxasını çevirib bütün sıralarda. Arxasına baxın ki, çünki ilmənin biri bilmədən qalırsa, o çox səliqəsiz görünür. Siz bir neçə sıradan sonra əgər onu bilsəniz, bir də məcbursunuz ki, söküb yenidən toxumağa, amma hər sıranın sonunda
Mənim də elə səhvlərim çox oldu. Hər sıranın sonunda məsələn baxırsan və yaxud da naxış qoyanda bir neçə naxışdan bir baxmaq lazımdır ki, naxışın yerini əgər səhv qoydunsa və yaxud da arada ilməni səhv elədinsə, yenə də düzgün alınmır. Yenidən məndə də oldu ki, toxuduğum vaxt, məsələn, ilmələrin sayı gördüm ki, sona çatanda gördüm ki, uyğun gəlmir. Məcbur oldum, söktüm. Onun yerini tapdım ki, mən harada səhv eləmişəm. Harada, məsələn, arada ilmə qalıbdı. Mən söktüm, yenidən toxudum. Yəni, onlara diqqət eləmək lazımdır. Tez-tez baxanda, nəzarət eləyəndə, sayanda, onda elədiyin səhvi tez tapırsan, tezdə onu davam elətdirsən toxumağa. Bu formada gəldik, başa çatdıq. Bu formada. Və gördüyünüz kimi çox gözəl, səliqəli alınıbdır. Ancaq yox, əgər istəyirsiniz ki, kənarını bir daha biraz kənarlarının naxışı daha qabarıq olsun, onda mən sizə göstərdiyim formada da eləyə bilərsiniz. Bunu buradan kənardan bir ilməmiz var burada. Deməli, daha sonra buradan birini çıxardırıq. Bu 2 olur burada. Çıxartdım. Deməli, bu çıxartdığım ipləri bu sıraların hər birindən bir dənə ilmənin birini çıxardırıq. Və bu kənarından başlayırıq. Sıranın hər birindən bu ilmədən çıxardırıq. Sırayla bu formada və belə. Altdan yox. Belə üstündən çıxardım. Bu formada. Bunu çıxartdıq. Formada və bu kənarlardan bir ilmə qoymuşduq hər birindən. O ilmələrin ortasından salırıq, üstə doğru çıxardırıq. Çalışın ki, hərəsindən bir dəfə çıxardın. Birindən 2 dəfə çıxartsaz, boşluq yaranır. Bu formada bu orta hissəsindən salırıq, belə çıxardırıq. Orta hissəsindən salırıq, belə çıxardırıq. Bu formada bütün sona qədər bu formada toxuyuruq. İlmələri çıxardırıq bu formada. Ta demək sona qədər. Bu sıranın sonuna qədər eləyirik. 4 dövrəsini bu formada çıxardırıq. İlmələr çıxardırıq. Məsələn, gəlirik, bu ilmənin sonuna qədər gəlirik. Buradan da çıxardırıq. Bu aşağısından da çıxardırıq. Döndəririk, buradan da çıxardırıq. Bu formada ta ki bu çıxartdığımız yerə çatana qədər bu formada çıxardırıq. Daha sonra sonda bağlama hissəsini necə bağlamaq lazımdır, o hissəsini mən sizə göstərim. Hanımlar, 4 bir tərəfindən belə ilmələr çıxartdım. Hər bir ilmədən dibindən belə çıxartdım bu formada. Bir neçəsini sökürəm, sizlə yenə də göstərim. Və bu sümbül formasındadır. Onun bu içəri tərəfə baxan, naxış tərəfə baxan hissəsindən hər birindən belə ilmələr çıxartdıq. 4 bir tərəfindən. Bu düz üzüdür. Düz üzünə tərəf-tərəf, çıxan tərəfinə eləyirik. Bu formada çıxartdıq. Burada da bitirdiyimiz ilmə var. Onu da içindən çıxartdım.
bu formada. İçindən çıxartdım. Deməli, indi başlayırıq bunun bu kənarlarını bağlama hissəsinə. Bu formada çıxartdım. Deməli, bunu bunun içindən çıxardıram. Bu formada. Və bir daha göstərirəm. Bu bitirdiyim yerdir. Bu da başladığım yerdir. Buradan başlayıb ilmələr çıxardaraq getmişdim. Bu formada bunların hər birinin içindən bu formada və belə çıxardıram. Bu formada dörd bir tərəfini bu formada. Başqa heç bir şey eləmirik. Səliqəli formada belə hər birinin içindən belə çıxardırıq. Dörd bir tərəfini ta ki gəlib bura çatana qədər bu formada kənarlarını belə toxuyuruq. Başqa heç bir şey. Çalışın ki vurulmasın. Düz formada eləyin. Bu formada belə alınır. Bu formada bir-birinin içindən çıxardaraq belə dörd bir tərəfini bu formada toxuyuruq. Hər bir tərəfini toxuyaq, ən sonda, lap sonunda bir də görüşərik. Deməli, hanımlar, gəldik, sona çatdıq. Deməli, gəldik, bu başladığımızdır, burada da bitiririk. Deməli, bu formada bitiririk və ipin arasını açırıq. Arasını kəsirik. Bu formada kəsdim mən. Deməli, bu ilməni, bu ipi sonu bunun içindən belə keçirtdim. Keçirtdim. Bu başladığımız iplə bitirdiyimiz ipi arxadan bu formada bağlayırıq. Bu formada bağlayırıq. Daha sonra elə eləyək ki, çox bura necədirsə, burada elə qalsın. Bir neçə dəfə belə bağlayırıq. Daha sonra artıq ipi kəsirik. İstəsəniz bunu burada belə dolayaraq da keçirdə bilərsiniz bu tərəflərə. Daha sonra istəsəniz eyni renk sapla tikə də bilərsiniz. Bağlandığına görə bu sökülmə ehtimalı yoxdur. Ya da ki bu uç hissəsindən kəsirsiniz, bitdi. Beləliklə, deməli, bu da kənarının naxışıdır bu formada. Belə kənarı naxışlı olanda daha da qəşəng görünür. İstəsəniz belə eləməyə də bilərsiniz naxışını. Ancaq mən elədim formada. Dörd tərəfini elədim. Deməli, sonda ədyalımız uşaq üçün hazırdır. İndi bu formada
Əgər əl işimi bəyəndinizsə, like etməyi, abunə olmağı unutmayın. Yeni işlərimdə görüşmək ümidi ilə hələlik.